Hər kəsə salam arkadaşlar. Bugün yenə yeni bir avtomobillə qarşınızdayım. Bu bir Çin avtomobilidir yenə. Bu avtomobil mənə çox maraqlı gəldi. Ona görə istədim sizə də təqdim edeyim. Avtomobilimiz Azərbaycana ilk ithal olunan, Geely'də ilk dəfə plug-in hibrid avtomobildir bu. Galaxy L6. Sedan bir avtomobildir, plug-in hibriddir, qənaətçildir və geniş bir avtomobildir. Mənə xoş gələn, animasiyalı salamlaması olan bu LED fənərlərindən danışmaq istəyirəm. Vertikal duman işıqları ilə ön fənərləri birləşdiriblər. Sanki sol aşağıdan işıq başlayır və belə düz işıq zolağı ilə gəlib buradan da aşağı yenir, burada bitir. Avtomobilə daha sərt xarakter bağışlayır həmin o dizayn. İşıq zolağından əlavə də LED işıqlarla təchiz olunubdur. Geely Intelligent LED işıqlar var burada. Buradan göstərim sizə buradan. Distronikimiz var burada. Təbii ki, avtomobildə zolağa nəzarət, zolaqdan çıxma xəbərdarlığı, 360 dərəcə kamera, hətta daxili video registratora qədər var. Bunların hamısını interyerdə deyəcəm sizə. 1875 mm eni var bu avtomobilin. Enindən artıq bildiniz, avtomobil nə qədər geniş bir avtomobildir. Uzunluğu isə nə az nə çox 4782 mm-dir. Yəni 4,7 metrlik bir avtomobildir. Artıq buradan da başa düşdüyünüz kimi avtomobil nə qədər genişdir. Yəni bu avtomobildə birazdan baxacağıq, amma düşünürəm ki, arxa sərnişinlər bu uzunluqda bir avtomobildə dizləri ilə yaxın münasibət yaşayaraq səyahət etməyəcəklər. Rahat gembol yerləri olacaqdır. Burada qəşəng bir xrom kantımızla bəzəyiblər avtomobilin profilini. Maraqlı disklər var. Disklər 18'lik disklərdir. Avtomobilin arxa tərəfində belə bizi salamlayan LED işıqlar gördüsünüz var. Çox maraqlıdır bunlar və elektriklə açılıb bağlanan qapının altında 454 litrlik yük yeri var. Aşağıda da ciblərdir. Ehtiyat təkər, mən bilən sadəcə jeli olmalıdır orada təkəri yanmaq üçün. Maşınımız 18,7 kW'lıq batareya ilə təchiz olunub. Bu da şəhər isə sizə hardasa 60-70 km tam elektriklə apara biləcək. Mənim kimi yenə deyirəm, maşın sürənlər üçün heç yanacağa deyərim ehtiyac yoxdur. Həmin o dediyim 18,7 kW batareyanı isə buradan doldura bilərsiniz. İstəyirsə sürətli şarjla, istəyirsə də normal şarjla şarj edə bilərsiniz. Hətta burada indikatorlar da var şarjı göstərən. Qapı tutacaqları qoyublar bura. Bağlayan kimi qapı ilə bir aerodinamik qapı tutacaqları olur. Qapıları açanda vəssalam. Açarı da baxın, açarı da belə bir açardır. Belə bir açardır. Geely'nin kapotunun altında 1,5 litrlik turbo mühərrik var və plug-in hibrid qurğu ilə təchiz olunubdur. İkisi birlikdə 306 at gücü hasil edə bilirlər. Sərfiyyat möhtəşəmdir. İstehsalçının bizə verdiyi məlumata əsasən tam dolu batareya və tam dolu yanacaqla avtomobilin sərfiyyatı 1,3 litr. Yanacaq və hibridlə 4,5 litrdir. Yəni bu çox əla göstəricidir. Hətta istehsalçı deyir ki, avtomobil tam dolu batareya və yanacaqla 1370 kilometrə qədər məsafə qət edə bilir. 33.900 manatlıq bu sedan məncə biraz bazarı sirkələyəcək sedan avtomobillərin içində. Çünki xarakteristika və funksiya cəhətdən də heç də boş maşın deyil. İnteryerdən danışmağın vaxtıdır. Amma interyerdən danışmamışdan qabaq bu göz ölçənin hündürlüyünü demək istəyirəm sizə. Göz ölçəmizin hündürlüyü isə 1489 mm-dir. 4 kollu bir dənə sükanımız var burada. Multi sükandır. 10,2 düymluq rəqəmsal alətlər panelidir. 13,2 inçlik bir multimedia monitorumuz var. Demək olar ki, avtomobildə hər şey multimedia monitoruna idarə olunur. Kondisioner, oturacaqların isidilməsi, soyulması, oturacaqların ön oturacaqlar isidilmədir. Sürücü oturacağı isilmə və soyutma, bir də pişik gəzintisi və ilan sürünməsi rejimləri adlanan masaj funksiyası var. O da monitordan aktiv olunur. Həmçinin 360 dərəcə kamera, daxili video registrator, hamısı monitordan aktiv olunur bunların. Texnoloji innovasiya baxımından yaxşıdır, amma fiziki düymələri istəyərdim ki, ən azından klimat kondisionerin və yaxud hər hansı bir vacib mənbələrin o fiziki düymələri olsun ki, burada barmaq yaddaşı onu sürüş zamanı hiss eləsin. Burada bir geniş cibimiz var, naqilsiz şarj var burada. Panelin ön hissəsi Alikantar deməzdim, bu biraz mikrofiber oxşayır. Mikrofiber materialındadır.
Həmçinin oturacaqların da istəyir arxa, istəyir ön oturacaqların orta hissəsi mikrofiber materialındandır ki, koja ilə kombinə olunubdur. Sükan isə D şəkilli sükandır, anatomik sükandır və bu da koja ilə parlaq plastikin kombinə olunmuş versiyasıdır. Parlaq plastikdən bu arada heç xoşum gəlmir maşında, çünki cızılmağa meyillidir. Variant axtar ki, cızılsın. 256 rəng dəyişmə olan ambiyans işıqlar var avtomobildə. Zolaqda saxlama, zolaqdan çıxma xəbərdarlığı və adaptiv cruise kontrol deyək də, öndəki avtomobildən məsafə saxlama var. Ön parktroniklər yoxdur, arxa parktroniklər var, amma ön 360 dərəcə kamera var. Haşiyəsiz orta güclüdür. Günəşlik maraqlı belə bir günəşlik gördüm. Yarıya qədər parçadır, yarıdan sonra plastikdir. Bu yəqin ki, görüş məhdudiyyəti daha çox olsun deyə. Burada güzgü var, güzgünün yanında belə maraqlı LED işığımız var. Bir dənə saçlarımı düzəldim də, ki oğlansan. Belə videoqraf olaraq ki. Deməli, karbon detallar var qapıda, amma təbii ki, imitasiyadır, real karbon deyil. Burada yenə qara plastik var. Oturacaqlar doğrudan çox yumuşaqdır, çox yaxşıdır. Və bir dənə burada tikiş var, amma imitasiya tikiş deyil. Açığı bilmirəm, ağdır, yoxsa göydür. Sağdan baxanda ağı görünür, soldan baxanda elə firuziyyə rəngdə görünür. Nəysə, məncə bu avtomobildə bu qədər. Avtomobillə tanış olmaq üçün isə Geely Bakı mərkəzinə müraciət edə bilərsiniz.